Qeyd olunur ki, tərpənməz blokdan keçirilmiş, uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkildəki kimi yüklər asılmışdır. Sistemin təcilini hesablayın. Blokun oxunda sürtünmə qüvvəsi və blokun kütləsi nəzərə alınmır. Bizdən A-nı soruşur. Bayaqlar A-nın düsturunu vermişdik ki, A bərabərdir. M2 çıxaq M1 böləklə M1 üstə gələk M2 vuraq nə J-yə. Bayaqkında M1 çıxaq M2 yazmışdım mən. Deyərsiniz niyə burada dəyişdi? Qeyd etdiyim kimi bu məsələn M2 kütləsi M1-dən böyüksə də onda yuxarıda M2 çıxaq M1 yazılır. Amma M1 daha böyüksə də M2-dən onda M1 çıxaq M2 yazılır. Heç bir problem yoxdur. İndi baxın. Bax bu tərəfdən içərindən M asılır. 4 dənə M. Ona yazıram buraya nə? 4 M. Digər tərəfdən içərindən M asılır. 2 dənə M. Ona görə bu hissəyə yazıram 2 M. İndi 4 M əlbəttə ki 2 M-dən çoxdur. Ona görə 4 M-dən 2 M-i çıxacaq sürətdə. Onda buraya yazsaq A bərabər olacaq. 4M çıxaq 2M bölək cəm olur. M1 üstə gələk M2. 4M üstə gələk 2M bizə nə verir? 6M. Vuraq J. 4M-dən 2M çıxanda qalır. Bax burada sürətdə nə qalır? 2M qalır. Burada gördüyümüz kimi M-lər ixtisar gedir. 2 və 6-da aparım ixtisar. Sürətdə 1, məxrəcdə qaldı 3. Nə qaldı? J bölək 3. Baxaq. Y variantı doğru cavab.